2025-ci il avqustun 20-sindən qüvvəyə minən qida məhsulları ilə təmasda olan material və məlumatlara dair sanitariya norma və qaydaları normativ hüquqi aktına əsasən istehsalçı və idxalçı müəssisələr qida ilə təmasda olan bütün material və məlumatların yeni təsdiq edilmiş sanitariya norma və qaydalarına tam uyğunluğunu təmin etməlidirlər. Plastik qablar, örtüklər və yapışqanlar hazırlanarkən bəzi zərərli kimyəvi maddələrin istifadəsi qadağandır. Çünki onlar qidaya keçə və sağlamlığa mənfi təsir göstərə bilər. Digər bəzi reaktiv maddələr üçün isə müəyyən edilmiş maksimum hədlərə ciddi əməl edilməlidir. Pərakəndə satış zamanı bütün məlumatlar istehlakçılar üçün görünməlidir. Məhsulun üzərində, qablaşdırmada, stikerdə və ya materialın yanında. Etiketlərdə məhsulun istifadəsi, təhlükəsiz istifadə təlimatları, istehsalçı və ya emal edən müəssisənin adı, ünvanı, əmtəə nişanı və aktiv komponentlərin adı və miqdarı qeyd edilməlidir. Plastik materiallar qida məhsullarının qablaşdırılması və saxlanılmasına geniş tətbiq olunur. Lakin bu materialların istehsalı və istifadəsi zamanı insan sağlamlığına potensial təhlükələr yarada biləcək kimyəvi maddələrin mövcudluğu nəzərə alınmalıdır.